Tibbə qəbul olan tələbələrin bir çoxu birinci semestrdə peşman olur. Dərslər çoxdur, ağırdır. Tələbə düşünür ki, digər fakültələrdə 4 ildən sonra işləməyə başlayırlar. Mənsə 10 il təhsil almalıyam. Tələbəliyin ümumi problemləri də ailədən uzaq qalmaq, otaq yoldaşları ilə yaranan problemlər və tələbənin stressləri pik həddə çatır. Bəzən də depressiyaya düşür. Bütün bunlar müvəqqətidir. Hər bir insanın yeni mühitə və yeni rejimə alışması zaman tələb edir. Üstəlik, tələbə bir müddətdən sonra görür ki, imtahanlar çox da çətin deyilmiş. Yavaş-yavaş yeni dostlar tapır və həyat asanlaşır. Az bir qism var ki, ümumiyyətlə insan bədəni, xəstəlik və müalicə ilə məşğul olmaq istəmirlər. Həkimlik peşəsi və tibbin bütün sahələri onlara çox sıxıcı gəlir. Yalnız bunlar ixtisaslarını dəyişmək barədə düşünə bilərlər. Və yaxud tələbənin xarakteri belədir ki, çətinliyə, bu qədər sıx dərs oxumağa, az yatmağa uyğun deyil. Əgər bu məsələdə tələbənin həyatına, psixologiyasına ciddi ziyanlar vurursa, mütləq bu barədə yenidən düşünməlidir.